Dostlar, qaydaq biz deməli Gəncədə baş verən o dəhşətli hadisəyə. Xəbər yayıldı ki, Gəncədə bir uşaq ağır vəziyyətdə hansısa bir obyektin həyətində tapılıb, bağçada. Dərhal sosial şəbəkələrdə, müxtəlif saytlarda bu arada versiyalar yazıldı. Kimisi dedi ki, həm yaşlar tərəfindən vəhşicəsinə döyülüb, kimisi dedi ki, iri buynuzların uşaqları tərəfindən döyülüb, hakimiyyətə yaxın olan insanların övladları tərəfindən və belə təzyiqə məruz qalıb. Dostlar, və hamı xalq gözlədi ki, görək dövlət orqanları bu istiqamətdə nə iş görəcəklər. Bu dəhşətli cinayət 17 yaşlı bir uşağın belə vəhşicəsinə döyülüb öldürülməsinin təqsirkarları müəyyənləşdiriləcək, cəzalandırılacaq və s. Bugün deyəsən bizim kanala troll hücumu başlayıbdı. Dostlar, bu da yaxşı göstəricidir. Onu sizə deyim ki, hamısını təbrik edirəm. O gəlib bizi söysənə də qoyun dinləsinlər. Mən qəti əminəm ki, bizi dinləyəndən sonra söyə də olsa, gedib evdə ən azı arvad uşaqlarına danışacaqlar ki, yəni söydüm, təhqir edim, amma kişiniz deyil axı. Bəlkə də bəzisinizin arvadı tüpürəcək ki, binanın köpək ol. Utanmırsan, sən gebə işlərlə məşğulsan. Bilsələr təbii ki. Bunun ziyanı yoxdur. Ev yox, onu yazsınlar. Görünür biz parametrlər düzəldəndə nəyəsə yadan çıxartmışıq. Ona görə abunə olmayanlar da gelib bugün efirə trolluq edirlər. Qamanla narahatlar, təbrik edirəm. Allah olsun. Yaxşıdır. Bu çox gözəl göstəricidir. Onlar narahat olmasa bizi söyləməzlər. Dostlar, hamı ədalətin, haqqın otağa çıxacağını gözlədiyi bir vaxtda 2017-ci ilin may ayının 7-sində olduğu kimi tərtər hadisələri ilə bağlı birdən-birə yenə də bircə bəyanat peyda oldu. Bircə bəyanat o vaxt bütün qəzetlərdə yayıldı, uzundan Yeni Müsavatda sağ olsunlar yaydılar. 2-3 gündən qabaq 29 mayda Yeni Müsavatda belə bir məlumat getdi. Bu bütün saytlarda gedib dostlar. Mən sadəcə olaraq Yeni Müsavata hörmətim olduğuna görə istəyirəm onları reklam edəyəm bizim efir vasitəsilə. Müsavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxillər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bircə məlumat yayıb. Çox maraqlıdır. Əvvəla bir şey deyim ki, dostlar, siz bir şey diqqət eləyin. Bu hakimiyyət özünü kütə uşağı kimi aparır. Rəsmən daha kütə uşağı kimi aparır. Vicdan haqqı. Nəyi biz buradan tənqid ediriksə, dədəsi kimi edir. Baxı, İlhamın dədəsi ona belə bəhsət eləyib ki, qəzetlər kimin əliyinə yazsalar, mən onu sevirəm. Yadınız gəlirəm. Biz nəyə tənqid edirik? Hakimiyyət həyasızlığını davam elətdirir o istiqamətdə. İsrarla. Yazı gəlirsə, mən izah eləmişdim Qoşunasımı ki, tərtər hadisələrini müzakirə edəndə bu bircə bəyanat təcrübəsi SSR-dən, Sovet hökumətindən qalanında Heydər Əliyev gətirib Azərbaycana. Bircə bəyanat totalitarizmin əlamətidir. Diktaturanın əlamətidir. İctimai baskı üsuludur. İctimai baskı üsuludur. Xalqın iradəsini zorlamaq üsulu metodudur. Bircə bəyanat. Yəni, vətəndaş belə baxı görür ki, müvafiq orqanları, Daxillər Nazirliyi, Təhlükəsizlik orqanları, Prokurorluq, Müdafiə Nazirliyi, bir dənə qalıb məhkəmə. Bəzən hətta ali məhkəmə də müəyyən məsələlərdə mövqe bildirir bircə. Hər hansı bir məsələ ilə bağlı bircə mövqe bildirdilər. Yazıq vətəndaş bilmir necə müdafiə olunacaq. Prokurorluq polisə nəzarət etməli orqandır, lakin
polislə bir yerdə bəyanat verir. Prokurorluq. Görün, ki, nə vəziyyətdədir. Prokurorluq təhlükəsizlik orqanlarında qanunların icrası üzərində nəzarət eləyən orqandır. Onlarla bir yerdə bəyanat verir. Yaxşı, sən əgər nəzarət eləyən orqan kimi nəzarət etməli olduğun orqanla bir yerdə eyni bir mövqe sərgiləyirsənsə ki, Gəncədə Elgin İbrahimov adlı bir uşaq sən demə intihar edib. Sabah sizcə bu iş açılarmı? Necə fikirləşirsiniz? İşi açmaq vəzifəsi Daxili Nazirliyi prokurorluğundur. Özü də Dövlət Təhlükəsizlik Xidmətindir. Hərəsinin öz yurisdiksiyası, özünün sahəsi var. Əgər sən əvvəlcədən belə bir bəyanat verirsən ki, yox, bu gəlin görək hələ bəyanatda nə deyilir? Deməli, Baş Prokurorluq, Daxili Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumat yayıb. Bildirilib ki, mayın 13-də 2007-ci il təvəllüdlü Elgin İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə intensiv istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi üzrə bütün fərziyyələr, o cümlədən mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya onu ağır bədən xəsarəti yetirməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb. 2 günə yoxladılar, qutardılar. Eynən tərtəbdə olduğu kimi idi. Cinayət işini qaldırdılar. Yəni 3-də, 7-sində bəyanat verdilər ki, terror ediblər, satırıblar, erməni, faka, bomba, tank, manga, gazla doldurdular. 4 gün içərisində. Aydın oldu ki, 4 gün içərisində sadəcə adam öldürürlər, adam zorluyurlar, cins əlaqədə olurlar əsgərlərin işlərinə. Vəssalam. İşlər budur, cins əlaqədə olmaq. İstintaqın metodu buymuş. Kişilərin cinsiyyət orqanına tok qoşmaq. 4 gün müddətində bildirlər ki, Azərbaycan əskəri erməniyə seksual xidmət göstərilmiş. Azərbaycan xalqı belədir. Həmin metod davam edir, baxın. Cinayət edişirdə bütün fərziyyələr, bütün hamısı yoxlanılıb. Nə vaxt yoxladınız? 3 gün olub. Necə yoxladınız siz? Nə tez yoxladınız? Ən az ekspertizaların cavabını almaq üçün sizə bəzən aylar lazım olur. Siz o uşağın bədəndəki xəsarətlərin törədilmə üsulunu mənbəyi necə müəyyənləşdirdiniz ekspertiz olmadan? O öz-özünə yetiribmi? İntihar hadisəsinə mi xarakterikdir? Yoxsa zorla öldürməyə xarakterikdir bu xəsarətlər? Bunu siz ekspertiza rəy olmadan necə müəyyənləşdirdiniz? Yox, dostlar, heç bir müəyyənləşdirmə bir yalandır. Deyəcəm nə məsələdir? İstintaqın hazırki mərhələsində əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, hadisə yerinə müşahidə kameralarına baxış, meyitin xarici və daxili müayinə edilməsi, telefon məlumatları, məhkəmə genetik, məhkəmə tibbi və digər ekspertizaların rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, nə həyasdadır hökumətdə, hökumət. Dostlar, məhkəmə genetik ekspertiza sizdə neçə günə keçirilir? Və yaxud da məhkəmə tibbi və digər ekspertizalar. Bu şeydə 3 gün müddətində baş vermir. Əgər bunu 3 gün ediblərsə, onda yenə bir sual çıxır. Acaba nədən? Bu tələsiklik nə ilə bağlıdır belə? 2 günə, 3 günə rəy vermək tapşırığını ekspertizə kim və nə məqsədlə verib? Axı, adətən hamınız bilirsiniz ki, ekspertiza rəyləri xeyli vaxt aparır. Məhkəmə ekspertiza təmin olması haqqında qərar qəbul edir, onu yazır, pozur, onu göndərir poçtuna ya elektron vasitə ilə. Onu qarşı tərəf alır, baxırlar, ekspert təyin olunur, başlayırlar materiallar tələb olunmağa. Vaxt gedir rəyin hazırlanmasına. Bəzən aylar çəkir bu.
Görürsən burada hadisə olub bugün sabah 3 gün müddətində bunu necə elədilər? Eyni Tərtərdə baş verən hadisə kimi dostlar baxın. Məhkəmə tibbi və digər ekspertizlərin rəyləri və başqa dəlillərlə müəyyən edilmişdir ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib. Ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib. O, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb. Dostlar, necə fikirləşirsiniz? Siz gördünüz də, YouTube'da yayılıbdır, sosial şəbəkələrdə uşağın ilkin vəziyyəti yayılıb, onu tapanda kimsə çəkib qoymuşdu ekrana. Görəsən, məsələn, hündürlükdən uçub gəlib, nətər gəlib şu bu bağçanın içinə. Mən daha fikirləşirəm, mən tapa bilmirəm də o modelləşdirmə deyirlər, hüquqda belə bir metod var. Araşdırıb tapmaq üçün. Məsələn, mən özümü qoyurum o uşağın yerinə ki, çıxmışam 5-ci mərtəbənin üstündən özümü atmağa. Görürsən, mən özümü necə atmalıyam ki, uçsam gedəm binanın qabağına 5 metrini, 10 metrinə yox, gedəm düşəm 200 metrdə haradasa bir bağçanın içinə. Siz bir şey təsəvvür edə bilirsiniz, yoxsa yox? Dostlar, belə bir hündürlükdən tullanma ilə bağlı intiharı siz təsəvvür edə bilirsinizmi ki, 5-ci mərtəbədən atılan adam binanın qabağına yox, binanın qarşısındakı ağaçların üstünə yox, gedir haradasa 200-300 metr, bəlkə də 1 kilometr kənarı bir bağçanın içərisində uzanır. Burada Mustafa qardaşımız yazır ki, sağ böyrü üstə yerdə qalan uşağın sol gözü qancır bağlamışdı. Üzünə sərt yumruqlar vurulmuşdu. Həm də iri cüssəli insan tərəfindən. Yəni, bu hündürlükdən tullanmağın əzizən vətənlər özünə məxsus xəsarətlər olur. İntiharın, boğulmanın, asılmanın özünə məxsus əlamətləri olur, izləri olur. Ya suda boğulmanın özünə məxsus izləri olur, əlamətlər olur. Elektrik, nə bilim, odlu silahdan, ateş açmaqla, adam öldürmədə, intiharda. Şəxsən mənim hüquqşünas kimi gördüyüm o kadrlarda dəqiq görsənir ki, gözlə görsənir, o ekspertiz artıq ehtiyac yoxdur. Adam kənar şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb, vəhşicəsinə ölüb, öldürülüb. Vəhşicəsinə döyülüb, öldürülüb. Amma görün bu 3 təşkilat nə yazır? Deyir, bundan sonra heç bir zorakı hərəkətlərə yol verilməyib, o hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb. Yaxşı, bu hündürlükdən yıxıldığını kim görüb bunu? Siz bunu nə ilə müəyyənləşdirmişsiniz? Hündürlükdən yıxılan adam başı verin dağılır, nə bilim, qolu qısınır, vaxırında hansı halda düşür və düşür asfalta. Bütün binaların qabağı asfaltdır. Daşdır. Səmənlik deyil ki, o hansı binadan düşüb? O binanın bir nömrəsi, ünvanı var mı? O binada yaşayan adamları biz qibrindirəcəyik yanmışsın dostlar. Şəxsən desin də mən onu gözləyirəm. Desin də görüm, haradan düşüb o, haradan özü atıb, o binanın sakinlərindən biz soruşacağıq. Ki siz gördünüz mü adam burada özünü atdı? Səs eşitdiniz yoxsa yox? Deyir, həmçinin müəyyən edilib ki, Elgün İbrahimov may ayının 12-sində saat 16 radələrində hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq ayrı-ayrı şəxslərə olan pul borcunu qaytarıb. Deməli, bu uşaq həm də oxuyurmuş, savad uşağıymış, fikir verirsiniz, elmə meyilliymiş. Bundan sonra Elgün İbrahimov Gəncə şəhərində yerləşən Naxış
çay evində tanışlarıyla görüşüb, birlikdə spirtli içki qəbul edib. Saat 19:40-da həmin yeri onlarla bircə tərk edib, Abbas Səhət adına bir saylı şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb. Həmin vaxt İbrahimovun üzərində hər hansı xəsarət izləri müşahidə edilməyib. Ayrılıb orada. Daha sonra İbrahimov saat 20:17-də marketdən 2 qutu sigaret alıb, əvvəllər də mütəmadi olaraq vaxt keçirdiyi Gəncə şəhər Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsi yataqxanasına tək halda gedib. İstifadəsi yer tapdılar. Desinə adam yox, şahid yoxdur. Tək gedib ki, yerə şahid yoxdur. Özləri düz qoşurlar. Tərtədə olduğu kimi. Qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq orada bir neçə sigaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər almış. Baxın dostlar. Saat 22:52-də ərazidə olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək təcili tibbi yardım avtomaşını vasitəsilə xəstəxanaya təxliyə edilib, may ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Əzəm vətənlər, mən indiki boşunaz kimi bu abzası sizdən bir yerdə araşdıracağım. Diqqətlə hamı qulaq assın, kömək edin, xahiş edin mənə sizdən. Gəlin görək, burada yazılan bu informasiyanı necə əldə eləmək olar? Bu üç orqan bu informasiyanı necə əldə eləyibdir? Lütfən buna diqqət edək. Lütfən buna diqqət edək dostlar, xahiş edirəm. Bir dəqiqə deyəsəm, burada nəsə bir problem var. Aha. Deməli, burada deyir ki, daha sonra İbrahim saatların dəqiq göstərirlər. 20:17-də marketdən 2 qutu sigaret alıb, bunu təbii ki, müəyyən eləmək olar. Marketin qabağında bilirsiniz ki, kameralar var, video kameralar var. Yol boyda gedəndə nəzarət kameralarından bütün bu şeyləri əldə etmək olar. Ağlabatandır. Deyək, keçdiyi Gəncə şəhəri Xələfov 115 ünvanında yerləşən Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib. İstifadəsi o deməkdir ki, orada heç kəs yoxdur. Sonradan ulanın dediyinə görə bilən qarı olub. İndi sual çıxır. Onun oraya tək halda getməsini siz hardan bilirsiniz? Özünüz deyirsiniz ki, oraya istifadəsizdir, yəni orada adam yoxdur. Onun oraya tək getməyini siz necə müəyyənləşdirə bilərsiniz, dostlar, əzəm vətənlər, çox xahiş edirəm. Hamı fikirləşsin, hər kəs öz bildiyi cavabı versin. Bir insanın istifadəsi bir obyektdə olmasını hüquq mühafizə orqanları necə müəyyənləşdirə bilərlər? Hansı üsulla, hansı metodlarına? Hansı sübut vasitələri ilə? Təbii şahid ola bilməz, deyəməz də şahidləmir. Çünki özləri deyirlər ki, o tək gedib, adam olmayıb yanında, və oraya istifadəsi geri olub. Deməli, şahid yoxdur. Bəs necə? Qalır yeganə bir fərziyə. Video kameralar. Çünki burada bunun saniyəsini, dəqiqəsini yazırlar deyə. Belə çıxır ki, bu texnika ilə bunu müəyyənləşdirirlər. Buyurun, təqdim edin. Buyurun, təqdim edin xalqa. Gün doğrudan da həmin vaxt o sahibsiz, nə bilim, istifadəsi yataqxanaya gedib, tək halda gedib və qeyd olunan yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, əslən vətənlər, siz də fikirləşirsiniz. Mən Gəncəli dostlarımdan xahiş edirəm, vaxt olan olsa, bilən olsa bura tez yazın. Bilməyən varsa, ya bugün bizim evi qutaran kimi, ya sabah imkanınız olanda gedirsiniz həmin bu deyilən yerə, girirsiniz o yataqxanaya, Texnologiya Universitetinin istifadəsiz yataqxanasına, istifadəsiz olan yataqxanasına. Baxırsınız, görürsünüz, o
binanın içərisində kameralar var yoxsa yox? Acaba istifadəsiz bir yerə video kamera niyə quraşdırılıb? Quraşdırılıb mı ümumiyyətlə? Nəsər olur ki, 2013-cü ildə mən şəhərin mərkəzində qəza törətməyə, başımın üstündə 5 metr hündürlükdə, 5 metr məsafədə o yola kamera qoyurlar ha. Fırlanıyor 360 dərəcə yer gözlədir. Kamera ola, mənim təqsirimi siz sübut eləmədiniz kamera görüntüləri ilə. Çünki mən sizə sübut təqdim elədim ki, onu mən vurmamışam. O Maliyyə Nazirliyinin Nəzarət İdarəsinin rəisinin sürücüsü vurub. Cavanşir Yusufovun sürücüsü. Bəs niyə qoymadınız ortalığa? Yaxşı, şəhərin mərkəzində kamera yoxsa işləmirsə, görəsən özü paytaxtda, görəsən Gəncədə istifadəsiz olan bir yataqxananın içində kameranı kim quraşdırıb? Niyə quraşdırıblar? Yox, quraşdırmışsa buyurun. Təqdim edin videoları. Video görüntüləri ki, bu adam girdi səhərə qalxdı 5-ci mərtəbəyə. Bəlkə 4-cü mərtəbədən özünü atıb. Sizin təcrübənizdə var. Məsələn, Salih Qafirovu 3-cü mərtəbədən atmaqla öldürübsünüz. Bilirsiniz ki, 3-cü mərtəbədən atılanda adam ölür. Siz niyə bu uşağı qaldırmışsınız 5-ci mərtəbəyə? Bunu nə ilə sübut eləmişsiniz siz? Əziz vətənlər, baxın, bu həyasızlar xalqı görün nə hesab edirlər. Özləri o qədər kütbeyindirlər ki, xalqa da kütbeyin hesab edirlər. Burada yazılan bu ifadələr ki var ha, mən bir hüquqşünas kimi, mən demişim də bir dəfəsə, mən ümumiyyətlə bu kriminal kinolara da baxa bilmirəm, bu kitabda da oxuya bilmirəm bu dedektiv kitablar. Çünki hüquqşünas da oxuyanda dərhal niyə, necə, belə suallar çıxır qabağıma ki, yazısı yazır, rejissor çəkir, amma o incəliklərini anlamır ki, hüquqşünas buna başqa gözdən baxır. Məsələn, mən burada bunu oxuyan kimi təbii bu sualları verməyə məcburam ki, acaba bunun 5-ci mərtəbəyə çıxdığını siz necə müəyyənləşdirdiniz? Kamran Əliyev, bu 200 min dollar deyil, alıb adım atasan. Yox. Əli Nağıyev, bu 200 min dollar deyil ki, alıb yiyəsən, cəmatı uşağını öldürtürəsən, qanın batırasan. Siz nə bilirsiniz ki, siz hardan bilirsiniz ki, bu uşaq gedib oraya çıx 5-ci mərtəbəyə. Buyurun da subutlarınızı qoyun otağa, xalqa təqdim edin. O video görüntüləri görsədin xalqa, bu deyilən qurban yalan deyir. Bax, deyir, gün qalxır 5-ci mərtəbəyə. Və deyir, qalxır 5-ci mərtəbəyə. 5-ci mərtəbədə məhəccərsiz eyvana çıxaraq, dostlar. Demək, bunlar dəqiq güya müəyyənləşdiriblər ki, adam orada olub. Bunu necə müəyyənləşdirdiniz? Məhəccərsiz eyvan. Əgər elə bir təhlükəli binadırsa, onda o bina nəyə görə mühasirəyə alınıb, zərərsizləşdirilməyib, təciz olunmayıb, niyə? Bunun məsuliyyət yaşlı adamlar olmalıdır. Ki, bir uşaq qanma çıxar, yıxılıb ölədi, öldü. Siz dediyinizə görə. Onda o binanı tikən də, onun sahibi də mütləq məsuliyyətə cəlb edilməlidir. Təhlükəsiz tədbirlərini görmədiklərinə görə. İstifadəsiz bir obyekti mütləq təciz eləməlidirlər. Taxta ilə mi, bilməm, tikanlı siminlə mi, dəmirlə mi, nə, oraya girmək olmaz. Orada girmək qadağandır, lövhəsi vurulub mu? Gəncəli dostlarım, xahiş edirəm, mütləq gedin. Mən dediyim bu suallara orada şəkillərini çəkin, həmin yataqxananın kənardan girişin, balkonun adını görərlər. Orada elə lövhələr varmı ki, giriş qadağandır, girmək təhlükəlidir və s. Amma maraqlıdır. Məhəccərsiz balkon, eyvan. Orada Elgün ayaq izləri olmalıdır. Elgünün ayaq izləri olmalıdır 1-ci mərtəbədə 5-ci mərtəbəyə qədər. Kamran Əliyev, götürmüşsünüz o izləri. Siz nə ilə bildiniz ki, gedib ora? Ən maraqlısı dostlar. Deyir, orada bir neçə siqaret çəkmiş. Elgünün çəkdiyi siqareti, o siqaretin kötüyünün üzərində olan ağız suyunun istədikləri ilə ekspertizə müəyyənləşdirəcək. Siz bunu nə tez ekspertizə keçirdiniz və bunun orada bir neçə siqaret çəkdiniz, necə müəyyənləşdirmişsiniz?
Elinizde var mı sigaret kötükleri? Kamran Əliyev. Deyir və eyvandan torpaqla örtülmüş, sərt səthi olan həyətə yıxılaraq. Mən başa düşmədim. Bu yataqxananın qabağı nətərdir? Ne torpaqdır bu? 5-ci mərtəbə deməli yataqxananın qabağı torpaqla örtülmüş, sərt səthi olan həyətə yıxılaraq. 5-ci mərtəbədən məsələn o yıxılıb, birisi o tapılan yerdə, əslində hər yer ağaçdır, yaşıllıqdır. Orada bina görsənmir. Varsa desinlər. Mənim üçün çox maraqlıdır. Binada neçə metr kənarda olubdur meyit? Kamran Əliyev. O necə uçub gedişi ora? Eyvandan düşməlidir düz binanın dibinə. Maksimum 4-5 metre düşür. 3 metre, 4. Arağa gedə bilmez, uça bilmez ya o tarafa. Hangi şey? 3-4 metre düşməlidir ora. Eyvanın eni 1 metr 50 santim olar maksimum. Düzdür yox, bəlkə 1 metr hələ. O balaca olur adətən. Olsun 1 metr yarım. Oradan düşəndə adam çox olsa düşər, nə bileyim, hellənib 2 metrə düşər də. Belə çıxır ki, bu yataqxananın həyatı olmuyor. Divardan aralı bir məsafə olmayıbdır. Bir başa burada ağac əkiblər, çəmənlik olur ora. Saat 22:52-də ərazi olan gözətçi tərəfindən yerdə yaralı vəziyyətdə aşkar edilərək. Bu gözətçi də əllayaqlı getdi. İndi getməsə də sabah gedəcək 100%. Bu gözətçi əgər yalan ifadə verirsə, mütləq o sübut olunacaqdır. Amma sual başqa şey çıxacaq ortalığa. Bu nəyin gözətçiliyi eləyirmiş? O uşaq ora gələndə o görübmü? Görmübsə niyə görməyib? Görübsə niyə onu xəbərdarlıq eləmir ki, oğlum bura girmək olmaz, bura təhlükəlidir. Burada sən nə işin var? O gözətçi kimdirsə ona xəbər verilirdən bu hökumətin, bu quldurların bu cinayət əməlində iştirakçı olmasın. Yalan ifadə verməsin. Şəxsən Elgünün valideynlərindən səs çıxmaması, bunun yaxınlarının susması, bu günə qədər mən görmədim hər hansı bir televiziyada, bir saytda Elgünün valideynlərinin etirazının və hər hansı bir tələblərin. Bunu göstərir ki, bu işdə maraqlı olan kəslər Elgünün valideynləri ilə danışıblar, onlar ələ alıblar. Burada heç zaman inciməsin. Mən bunu açıq deməliyəm öz fikirlərimi. Azərbaycanda son vaxtlar övladların qanını satan, övladların taleyilə alver eləyən tərtədə mən bunları görmüşəm, çoxlu görmüşəm özdə. Xeyli ailə var, valideyn var. Sən necə valideyn olasan ki, təhsilə meyilli bir övladını öldürərlər, çıxıb bu günə qədər hayra saymayasan ki, kilər, mənim uşağımın qanını verin, deyin görüm kim öldürür mənim uşağımı, haqqımı istəyirəm. Yox, dərhal gedib həll eləyiblər. Və bu 3 dövlət orqanının bu bəyanatından sonra valideynin çıxıb bunu yalanlamaması, bunu göstərdi ki, valideynlər də ələ alınıb. Uşaqların qanını satıblar. Ya da qorxudulublar. Bu da ola bilər ki, bilirsiniz ki, dövlət quldurların əlindədir. Amma burada gedən bu məlumatların dostlar, əldə olunma mümkünlüyünü mən istəyirəm sizlə bir yerdə araşdıram ki, biləsiniz ki, burada yazılanlar hamısı yalandır. Əgər yalan deyilsə, onda yalnız və yalnız burada deyilənlər video görüntü ilə təsdiqlənə bilər. Başqa heç bir şey. Nə o da şahid ola bilər, özləri də o da kimsəsiz yerdir, istifadəsizdir. Elgün orada tək gedibdir. Gözətçi də sonradan gəlib tapıb. Bunda qalır bir sual. Siz bunun 5-ci mərtəbəyə qalxmasını, məcəlsi eyvana çıxmasını, o da sigaret çəkməsini və oradan düşməsini nə ilə müəyyənləşdiribsiniz? Yalnız video kamera ilə. Buyurun, göstərin xalqa, xalq görsün, bitsin, yesin.
Tədbir tibbi yardım avtomaşın vasitəsilə xəstəxanaya təxliyə edilib. May ayının 13-də almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. Əziz vətəndaşlar, bu hadisə xalqa dərs olmalıdır. Çünki Tərtər dərs olmadı. Biz Tərtər hadisələrində dedik, bu müxtəlif dövlət orqanlarının bircə bəyanatı təcrübəsindən imtina edilməlidir. Bu dövlətçiliyə ziddir. Bu orqanların funksiyalarının fərdiliyi və müəyyənliyi prinsipinə ziddir. Elmi idarə etmənin prinsiplərinə ziddir. Hər orqanın öz vəzifəsi var, öz funksiyası var. Həmçinin burada bir sual da qaranlıq olaraq qalır hələ də. Acaba dövlət təhlükəsizlik xidmətinin burada nə iştirakı var yenə də? Gəncədə bir adam ölüb. O gün Bədədə bir nəfər ölmüşdü, amma nəsə adına qeyb bəyanat vermədi. Niyə? Dostlar, niyə? O gün Sabirabadda bir nəfər Kürdə boğuldu, öldü. Neftçarada biri yıxıldı, öldü. Bakıda da bir iki nəfər özünü öldürdü, neynədi? Niyə ki, böyle bəyanat vermədilər? Burada nə var ki, bu Gəncədə nə baş veribdir ki, kimi və nəyi qorumaq istəyirlər? Bir daha xatırladılır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında həyata keçirilməli, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanuna uyğun davranmalıdır. Yəni ki, açıq şəkildə Tərtədə olduğu kimi bir baxın, nə qədər həyasızdır bunlar, ay vay vay, yox, Azərbaycan xalqı daha siz deyən xalq deyil. Bir baxın, deməli, işi saxtalaşdırırlar. Sonra deyirlər ki, siz yalnız bizim verdiğimiz məlumatı yaymalısınız. Haqqı demək ihtiyacınız yoxdur. Ay sən ölürsən Kamran, ay sən ölürsən Əlin Ağayev, ay o Küçük Aşağı Vilayət Eyvazov, ay sən siz öləsiniz. Elgün İbrahimov nəzərdən vətənlər iki versiya var. Bir, polis orqanları tərəfindən döyülüb öldürülüb. İki, Bəylər Əyyubovun qohumları tərəfindən döyülüb öldürülüb. Yalnız bu iki hala görə dövlət səviyyəsində belə tədbirlər görülə bilər. Yenə də 3 dənə dövlət orqanını çağırarlar, bircə bəyanat, nə bilim, nə tez olun, özbastı eləyin və qadağa eləyin ki, heç də danışmamalıdır. Yalnız bizim verdiğimiz məlumatı yaymalısınız. Yox. Azərfilm TV sizin kimi çaqqalların sözünə uyası deyil. Qətiyyən. Kamran Əliyev, sənin kimi səviyyəsi çaqqalın birinə dost, biz baş əyəsi deyilik. Vilayət Eyvaz üçün küçük uşağının, Əlin Ağayev kimi rüşvətxorun dediklərinə biz inanası deyilik. Mən istəyirəm buradan Gəncə cəmaatı mütləq bu işi izləsin. Mütləq bu uşağın valideynlərlə danışmaq lazımdır ki, onları qorxudan kimdir? Onlar nə ilə qorxudurlar? Bir ailə niyə öz cavan 17 yaşlı bir uşağının qanunun batırılmasında maraqlı olsun? Niyə? Nəyin müqabilində? Biz imkan verməməliyik, dostlar, bizim övladlarımızı öldürüb, sonra da qanımızı bəyzə batırsınlar. Buna imkan vermək olmaz qətiyyən.